Günlərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Bakıda və rayonlarda aprelin 14-dən 15-lə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağını bildirmişdi. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi proqnozunu vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün xəbərdarlıqlarına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti heç bir tədbir görməyib. Hal-hazırda Bakı şəhərində tunelləri, ətraf qəsəbələri su basıb, insanların evlərindən su dolub və vətəndaşlar çıxılmaz vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti isə susub. Bütün bu ekoloji xəbərdarlıqlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin heç bir tədbir görməməsi Bakının 2 əsas prospektində, xüsusilə Heydər Əliyev prospektində tunellərin su basması nəticəsində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Görəsən, bütün bu olanları izləyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və onun tabeliyindəki qurumlar nə fikirləşir? Nə üçün bu ekoloji xəbərdarlıqlara baxmayaraq müvafiq tədbirlər görünmür? Yeni Sabah az məlumat verir ki, tunellərin altında olan kanalizasiya xətləri təmizləmədiyi üçün hal-hazırda həmin tunelləri su basıb. Ərazidə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları fəaliyyət göstərirlər. Bunlar insanlara yardım edir və müvafiq tədbirlər görürlər. Su basmış ərazilərdə vətəndaşları öz qucaqlarında daşıyırlar. Ancaq sual açıq qalır. Bakı Şəhər İcra Hakimiyyəti haradadır? Eldar Əzizov bu acınacaqlı mənzərəyə cavabdeh olduğunu anlayırmı? Və ən əsas işini görə bilmədiyi üçün istifa verməyi düşünürmü?